Onu da istifadə edilmir. Limondan, deyək ki, qreypfrutdan və digərlərindən. Hərçənd ki, bazarımızda indi də iynə şəklində və həblər şəklində var. Əlbəttə, vitamin C-nin bir dənə xüsusiyyəti var. Onu həb şəklində çox istifadə eləmək olmur. Lakin elm inkişaf edibdir və onun xüsusi liposomal forması var ki, onu mədədə o həzm olunmur, keçir bağırsağa, bağırsaqda həzm olunanda problem yaranmır. Liposomal vitamin C-nin yüksək dozada istifadəsi, yaxud da ki, damar daxili yeridilən bizdə indi yüksək dozalı vitamin C də var ki, ondan da istifadə eləmək olur. Bunlar. Ondan sonra digər maddələr var ki, hansı ki, bəlkə də bizdə tapılmır. Dimeksit, xlorid, cezid və s. və s. Bunlar indi deməklə önəmi yoxdur. Yəni, məlumatlar əslində var. Ona görə də əziz tamaşaçılarımıza demək istəyirəm ki, əgər kimdəsə hər hansı bir şişlə, yeni törəmə adı ilə hər hansı bir problem yaranıbsa da, vahiməyə düşməsinlər, qorxuya düşməsinlər və özlərinə vaxt versinlər araşdırmağa. İnternet səhifələrdə cürbəcür həm rus dilində, həm ingilis dilində, həm ispan dilində məlumatlar var. İndi Azərbaycan dilində də biz də çalışırıq ki, müəyyən bir məlumatlarımızı yerləşdirək. Türk dilində indi kim anlaya bilirsə, türk dilində də, türk saytlarında da bu məlumatlar geniş yayılır və orada bu məlumatlar var. Yəni seçim eləmək imkanımız var artıq Azərbaycan. Şükürlər olsun bu günümüzə. Yəni kim əgər düşünürsə ki, ona kimyəvi üsullarla daha effektli olar, biz etiraz eləmirik. Biz öz üsullarımızdan danışırıq, biz öz üsullarımızdan bəhs edirik və öz üsullarımızın üstünlüyünü vurğuluyuruq ki, burada 100% zəmanətli zərərsizdir. Xeyr olub olmayacağını, burada bir çox amillərdən asılıdır. Amma ən azı biz çalışırıq ki, hətta qərb təbabətinin banisi sayılan Hipokratın bir devizinə riayət eləyək, non cere, zərər vermə. Biz ən azı xeyr verə bilməsək də çalışırıq ki, zərər verməyək. İnsana təbii baldan, meyvələrdən, tərəvəzdən istifadə eləməkdənsə nə zərər gələ bilər? Ola bilsin ki, xeyir olmasın, amma zərəri dəqiq yoxdur. İnsana düşüncəsini dəyişməklə, ona ruhlandırmaqla, ona yaşamaq həvəsi verməklə nə zərər verə bilərik? Ola bilsin ki, xeyir olmasın, amma dəqiq zərər vermirik. Amma digər üsullar bəlli deyil ki, xeyir verəcəklər, verməyəcəklər. Amma dəqiqliklə zərərləri bəllidir. Biz yanaşmamızı təqdim eləyirik. İnsan seçim insanlarımızdır, tamaşaçılarımızındır. Təbii ki, Gülnar mənim özü bilər, öz fikirdə, öz düşüncəsidir. Mənim öz subyektiv fikrimi bildirmək istəyirəm. Biz sizdən eyni düşüncədəyik. Bizim, sizin də... Azərbaycan məni ayırırsan ha. Üçümüz də eyni düşüncədəyik ki, efir gözəl keçir. O mənada demirəm, o baxımdan demirəm. O paradigmanın dəyişməsi baxımından deyirəm. Yəni, müəyyən məsələləri yanaşma ilə bağlı olaraq, yəni ki, subyektiv yanaşmadır, obyektiv yanaşma deyil. Yaradıcı yox, tibbi tərəfdən mən... Təbii, obyektiv olaraq hər bir məsələ düşünürük öz yerində. Mən subyektiv paradigmanın dəyişməsi baxımından deyirəm. Sən mənim dəyərli həmkarımsan, onsuz da sənə bir düşünürəm o öz yerində.